İstəyirəm bu video çox təbii bir video olsun. Onun üçün səmimi giriş etməyə çalışacağam. İlk videomu YouTube üzərində yayınladıqdan sonra çox insan dedi davam et. Və mən belə qərara gəldim psixoloji videolar çəkim trade haqqında. Çünki kifayət qədər mənbədən başlamaq üçün dərslər və bu tipli giriş mənbələr çoxdur. Amma psixologiya haqqında indi bildiyimiz bu şablon psixologiyadan söhbət getmir təbii ki. Bu mövzu çox ətraflı izah olunmur və hər kəsin də əslində həm risk idarəçiliyi deyək buna, həm də ana səbəb deyək buna, nəticə əldə etməmək üçün. Bu haqqda dərinləməsinə danışıqlar yoxdur. Çünki nəticə demək olar heç kimdə yoxdur, deyə bilərik. Çox az adam qazanır, bunu bilirik. Niyə qazana bilmirsən, niyə nəticə yoxdur? İstəyirəm o haqqda öz təcrübələrimdən danışam. Yəni burada məqsədim ağıllı danışmaq və özümü nəsə belə göstərmək deyil. Sadəcə olaraq istəyirəm öz təcrübələrimdən yola çıxıb öz fikirlərimi bölüşüm və ümid edirəm bu fikirlər faydalı fikirlərdir. Birincisi onu mən bildirmək istəyirəm. Hər zaman biz danışırıq bəs əməliyyat açmaq haqqında. Dediyim bir şey var. Az əməliyyat açın. Az qeyri-müəyyən bir sözdür. Nə qədər desək 2 əməliyyat. Yəni dəqiq deyilməlidir bu. Gün ərzində bir 2 əməliyyat limitimiz həqiqətən olmalıdır. Əgər niyə qazana bilmirsən haqqında biz seriya başladırıqsa və onun haqqında psixoloji videolar çəkiriksə, ən ilk başda duran budur. Özünüzə qoyduğunuz limit məncə 2 olmalıdır. Mənim öz düşüncəmə görə. Mən bunu yoxlamışam, nəticəsini görmüşəm. Maksimum 2 əməliyyat və bu əməliyyat söhbət onun modeli, bunun strategiyası. Burada mənim gözümdə hər birini öyrənəndən sonra hər zaman dediyim bir söz var. Daha yüksək ehtimallı bir model, az ehtimallı model, orta ehtimallı model belə-belə bölünür. Təbii ki, biz özümüz daha yüksək ehtimallı bir modellə gedirik. İstənilən orta ehtimallı bir modeldə olsa, aşağı ehtimallı bir modeldə olsa, siz onu bu dediyim risk idarəçiliyi və bu psixologiya ilə yönəltmisəz, nəticə görəcəksiniz. Bu mümkündür. Bu reallıqda özünüz bunu bilirsiniz. Sadəcə olaraq burada məsələ necədir? Burada əsas nüans ondan ibarətdir ki, yüksək ehtimallı model, əvvəlki videoda bu haqqda danışmışıq, qısa deyim, artdıqca psixologiyada rahat olur model nə qədər yüksək ehtimallı olunca. Qısa desək, 2 əməliyyat açmalısınız. Bir əməliyyatınız əgər sizin, bunu videoda da bildirdim, Reels videosunda, TP olubsa, ilk açdığınız əməliyyat, ikinci əməliyyat açmayın. Əgər stop olmusunuzsa, yenə aça bilərsiniz. Əslində, əgər stop olmusunuzsa, bir də aça bilərsiniz. Amma siz TP olmusunuzsa, məsləhətimiz odur ki, yəni özüm öz keçdiyim yoldan danışıram. Bir əməliyyat açdım, bugün karlı oldumsa, mən əməliyyat artıq açmamalıyam. Niyə? Çünki əgər itki olsa, heç olur. Bir insan psixologiyası beynində bu da bəs nə oldu düşüncəsinə aparır insanı. Ona görə bunu məsləhət görmürəm. Əslində özüm də bunu yoxlamışam. O ki qaldı. Əgər stop oldusa bir də əməliyyat açmağa. Əslində burada bəzi insanlar həqiqətən gün ərzində bir əməliyyat açırlar. Bu dəyişilir. Stop olduğunuz zaman bir də əməliyyat aça bilərsiniz təbii ki. 2 əməliyyat limitimiz olduğuna görə. Bu əslində daha normal, mənim məsləhət gördüyüm bir yoldur. Daha üstü artıq bir əməliyyat açmaqdır gün ərzində. Niyəsini deyim sizə, əgər stop oldunuzsa, yenə də əməliyyat açırsınızsa, o yenə də stop olsa, təbii ki, ola bilər indi ehtimal nəzəriyyəsi ilə biz hərəkət edirik. Riyazi üstünlüyə malik olmaq üçün arxa-arxaya da gələ bilər. Heç kim bazarın hara gedəcəyini bilmir. Biz sadəcə ona uyğunlaşmağa çalışırıq. Bu anda siz paramparça olub yenidən
əməliyyata daxil ola bilərsiniz və bu qısır döngü artıq daha çox büdcəyə risk atmağa və buradan nəsə heç olmasa heç olum, heç olmasa $200 qaytarım, heç olmasa $1000 qaytarma qədər gedib çıxır, özünüz bunu yaxşı bilirsiniz. Ona görə qısa konkret burada önəmli nüans. Özünüzə limit qoyun, 2 əməliyyatdan çox əməliyyat açmayın. TP oldunuzsa günü bağlayın bir əməliyyatla. Və ən əsas məsələ sabit risk atın. Hər zaman lot hesablaması edin. Qaralamasına etməyin bunu. Bu çox önəmlidir. Yəni hər dəfə bunu qeyd dəftərçəsinizə də yazın. Bəzən yazmaya da bilərsiniz. Söhbət, yəni o yazmaq çox uğurlu olacaq elə deyil, amma daha uğurlu olursunuz əslində yazanda. Hər həftənin sonunda analizlər edəndə. Bu nüanslar hamısı şablon məsələlərdir, amma ən əsas heç kimin danışmadığı nüans əslində budur. Və digər bir nüans isə siz çıxarış etmək üçün hamı böyük hədəflərə qaçır. Yəni mən 4000 çıxarış edəcəm, mən ilkin 8000 çıxarış. Əslində elə bir şey yoxdur. Siz çox kiçik məbləğ, bir $300 payout çıxarda bilirsinizsə, onu edin. Həqiqətən edin. Çünki mən nəyisə etdim, beynin artıq o hissi yaşayacaq və bunun yenidən olmasını istəyəcək. Bu həqiqətən belədir. O böyük hədəflər qoyursunuz və bu böyük hədəflər avtomatik baxırsınız internetdə insanların çıxarışlarına falan. Hətta o qədər türklər var, adamlar böyük çıxarışlar gedib nəyisə həyatlarını çəkirlər və bu bizlərə qaydalarımızdan çıxmamıza səbəb olur ki, mən də olmaz böyük risk atmaq. Bu olmaz kimi deməyək də bunu itirə ya özünüz öyrənəcəksiniz, ya da deyib indidən dediklərimə əməl edib nəticəsini görəcəksiniz. Həqiqətən belədir. Baxır, hər kəs elə biri elə deyil. Hədəf kiçik olmalıdır. Yavaş-yavaş $500 çək, $600 çək, $900 çək. Yavaş-yavaş. O zaman sən artıq görəcəksən ki, nəticə əldə edə bilirsən. Əsas məsələ dəqiq öz xüsusi saatımız olmalıdır, xüsusi bir modelimizin yaranma vaxtı olmalıdır və bir model sınaqdan artıq test olunub keçməlidir. Onun kifayət qədər datası olmalıdır. Win rate digərlərindən nisbətən yüksək ehtimallı olmalıdır. Sabit risk ilə biz əməliyyat açmalıyıq. Və dediyim kimi psixologiya əslində bunları etdiyin zaman mümkün deyil ki, psixologiyada yaxşı olmasın. Əslində hər şey bununla bağlıdır. Ona görə bu dediklərimə əməl etsəniz, mən elə bir adam görə bilmərəm ki, mən bu dediklərimi etsin, o nəticə əldə edə bilməsin, tradingdən qazana bilməsin. Həqiqətən əgər bu dediklərim tam formada yerinə yetirilsə, burada artıq təbii ki, əsas qaydalar var hər bir modelin, o qaydaları çıxmamaq şərti ilə. Mümkün deyil ki, birisi tradingdən nəticə əldə edə bilməsin. Bunu çoxunuz yaşayırsınız, bilirəm, amma həqiqətən dediklərimə bir qulaq assaz. Yəni burada məsələ atacağınız büdcə belə ilk mərhələdə fon keçmək üçün tutalım ki, top stepdə 3000 payout etməlisiniz. Cibinizdəki pula əsasən risk atmalısınız. Kənara qoyduğunuz pul varsa $800, $500-800 arası, təbii ki, investisiya məsləhəti deyil. $500-800 arası siz ata bilərsiniz. İlkin mərhələdirsə siz $400-dan irəliləyə bilərsiniz. O fon sizin üçün çox dəyərlidirsə, ya çox dəyərlidirsə sizin üçün 400 ilə gedin. Amma yox, belə yenə də ala bilərsinizsə maks 800 tutun. Onsuz da bəzən olur 600 olur, 500 olur, 400 olur, amma lotu dəqiq hesablayın hər zaman. Bu fonu, bu dediklərimi etsəniz, mümkün deyil ki, birisi fonu keçə bilməsin. Və ümid edirəm bu dediklərimdən sonra çox xahiş edirəm, əgər yaxşı nəticələr alsanız, bu yorumun şərhlərinə fonu keçməyiniz, mənim dediyim bu psixoloji nüanslardan sonra sizə yardımcı olub olmadığımı bildirsəniz, çox həqiqətən sevinərəm. Dediklərim bunlardan ibarətdir. Yəqin ki, ətraflı izah edə bildim. Bir daha təşəkkürlər, izlədiyiniz üçün minnətdaram. Bizi izləyin. İnşallah bu seriyanın davamı gələcək. Bir videoda çəkəcəm, o artıq öz mentorluq proqramımızda olan tələbələrimiz üçün olacaq. Burada modellə bağlı bəzi məsələləri bildirə bilmirəm. Orada daha dəqiq onları bildirəcəm. Belə.